Salam əziz şagirdlər və abituriyentlər. Növbəti dərsimizin mövzusu yiyəlik haldır. Yiyəlik hal nədir? Adından məlumdur ki, terminimizin adlarını həmişə fikir veririk, mahiyyətini anlamağa çalışırıq. Yiyəlik nə deməkdir? Yiyəlik sahiblik bildirir. Adından da məlumdur. Yiyəlik halın şəkilçisi ındır. 4 variantlı ın şəkilçisi. Samitlə başlayan sözlərə ın, zaidlə başlayan sözlərə isə bilirsiniz də nın kimi artırılır. Yiyəlik halın iki forması var. Müəyyənlik bildirən yiyəlik hal, müəyyənlik bildirən, bir də qeyri-müəyyənlik bildirən. Qeyri-müəyyənlik bildirən yiyəlik hal. Müəyyənlik bildirən yiyəlik halın şəkilçisi ın, qeyri-müəyyənlik bildirən yiyəlik halın şəkilçisi yoxdur. Müəyyənlik bildirən yiyəlik halın sualları kimin, nəyin, haranın, qeyri-müəyyənlik bildirən yiyəlik halın sualı isə nə sualıdır. Müəyyənlik bildirən adından da məlumdur. Əsasən müəyyənlik bildirir, konkretlik var burada. Məsəl üçün deyirəm ki, kitabın üzü deyəndə artıq hər hansı bir kitabın üzündən söhbət gedir. Hər hansı konkretdir, müəyyəndir. Amma qeyri-müəyyən yiyəlik halda yazacağım ki, kitab üzü. Kitab üzü deyəndə burada qeyri-dəqiqlik var, konkretlik yoxdur. Yəni, burada hər hansı bir kitab üzündən yox, ümumiyyətlə kitab üzündən söhbət gedir. Ona görə də dəqiqlik, konkretlik yoxdur. Bir qeyri-müəyyənlik var. Müəyyənlik bildirən yiyəlik hal əsasən təsriflənən feillərlə əlaqəyə girə bilmir. Təsriflənən feillər bilirik ki, feilin şəkilləridir. Məsələn, deyirəm ki, əsasən təsriflənən feillə əlaqəyə girə bilir. Məsələn, sənin gəldim deyə bilmirəm. Necə deyəcəm? Sənin üçün gəldim. Üçün gəldim. Deməli, buradan hansı nəticəyə gəlirik? O nəticəyə gəlirik ki, yiyəlik hallı söz qoşmalarla birlikdə təsriflənən feillərlə sintaktik əlaqəyə girə bilir. Qoşma olmayanda yiyəlik hallı söz təsriflənən feillərlə əlaqəyə girə bilmir. Təsriflənməyən feillərlə isə rahatlıqla müstəqil şəkildə əlaqəyə girə bilir. Məsəl üçün, sənin oxumağın. Bilirik ki, məsdərdir bu. Məsdər, makmək. Təsriflənməyən feildir, sənin yiyəlik haldır. Rahat şəkildə müstəqil olaraq əlaqəyə girə bildir. Bəs yiyəlik hal cümlənin hansı üzvü vəzifəsində çıxış eləyər? Yiyəlik hal müəyyənlik bildirən yiyəlik hal əsasən özündən sonra mənsubiyyət şəkilçili söz tələb eləyir. Və həmin mənsubiyyət şəkilçili sözlə birlikdə söz birləşməsi yaradırlar. Söz birləşməsi olanda da cümlənin müstəqil üzvü olmur, yiyəlik hal və söz birləşməsi ilə birlikdə bir cümlə üzvü olur. Bəs belə bir sual meydana gəlir ki, yiyəlik hal heç mi müstəqil şəkildə cümlə üzvü olmur? Olur. Yiyəlik hal mənsubiyyətsiz işlənəndə, xəbərli şəkilçisini qəbul eləyəndə cümlənin ismi xəbəri olur. Məsəl üçün, deyirəm ki, sənin kitabındır. Kitabındır. Bu söz birləşməsi halındadır. Yiyəlik hal aslı tərəfdədir. Burada da mənsubiyyətdir. Nədir? Sənin kitabındır. Bunu bir yerdə götürəcəm. Müstəqil olmadı da. Söz birləşməsinin aslı tərəfində oldu və söz birləşməsi ilə birlikdə cümlə üzvü oldu. İndi biz deyirik ki, müstəqil şəkildə olsun. Yəni, mənsubiyyətlə işlənməsin. Tək müstəqil olsun. Deyirəm ki, kitab sənindir. Sənindir. Kitab sənindir. Kimindir? Sənindir. Nə? Kitab. Sənindir. Sənin yiyəlik haldır-mı? Yiyəlik haldır. Müstəqil şəkildə cümlənin ismi xəbəri oldu mu? Oldu. Deməli, mənsubiyyətlə işlənməyəndə
tək halında yiyəlik hal müstəqil şəkildə cümlə üzvü ola bilib, ismi xəbər olur. Yiyəlik halın bir məqamda da müstəqil olaraq cümlə üzvü olmaq məqamı var. O da təyin yolunda. Yenə deyirik ki, biz bilirik ki, yiyəlik hal özündən sonra mənsubiyyətli söz tələb eləyir. Amma bu həmişə belə deyil. Bəzən mənsubiyyət çəkicisi işlənməyə də bilər. Məsəl üçün, söz birləşməmiz normalda olmalıdır. Bizim qızlarımız olmalıdır. Bu yiyəlik hal aslı tərəf, bu isə mənsubiyyət. Normalda söz birləşməmiz belə olmalı. Amma bəzən ola bilər ki, bizim qızlar şəklində də ola bilər və mənsubiyyətli söz işlənməyə bilər. Onda nə olacaq? Biz söz birləşməni parçalayaraq təhlil eləyəcəyik. Bizim qızlar gəldilər. Nə etdilər? Gəldilər. Artıq qızlarımız deyil deyə bu söz birləşməsini birlikdə təhlil edə bilməyəcəyik. Kim? Qızlar. Gəldilər. Kim? Qızlar. Hansı qızlar? Bizim qızlar. Burada yiyəlik hallı söz müstəqil şəkildə cümlənin təyini oldu. Bir şeyi də xatırladım ki, yiyəlik hal mən və biz, yəni birinci şəxsin təki və cəmində in deyil, in şəkilçisini qəbul eləyəcək. Yəni bu qaydadan kənara çıxıb biz bilirik ki, müəyyənlik bildirən yiyəlik halın şəkilçisi nədir? İndir. Amma burada birinci şəxsin tək və cəmində qaydadan kənara çıxaraq in şəkilçisini qəbul eləyəcəkdir. Bu yiyəlik halın, müəyyənlik bildirən yiyəlik halın hansı cümlə üzvləri vəzifəsində çıxış eləməsi. Qaldı qeyri-müəyyənlik bildirən yiyəlik hal. Qeyri-müəyyənlik bildirən yiyəlik halın şəkilçisi yoxdur. Nə sualına cavab verir? Məsələn, yazırıq ki, pəncərə şüşəsi olmalıdır. Pəncərənin şüşəsi. Biz bərpa eləyə bildikmi? Bərpa eləyə bildik. Əgər qeyri-müəyyən yiyəlik halı müəyyən yiyəlik hala çevirə bildik də burada. Ancaq bəzi məqamlar var ki, qeyri-müəyyən yiyəlik halı müəyyən yiyəlik hala çevirmək olmur. Bu əsasən əlamətdar günləri bildirən sözlərdə, yaxud ölkə, şəhər, prospekt, küçə adları, belə bu kimi birləşmələrdə qeyri-müəyyən yiyəlik halı bərpa eləmək, müəyyən yiyəlik hala çevirmək olmur. Məsəl üçün, deyirəm ki, Bakı şəhəri. Bakının şəhəri deyə bilərəm, deyə bilmərəm. Amma burada pəncərə şüşəsi, pəncərənin şüşəsini rahatlıqla dedim. Yəni, burada rahatlıqla qeyri-müəyyən yiyəlik hala, müəyyən yiyəlik hala çevrildi. Bakının şəhəri deyə bilmirəm. Ona görə də bu qeyri-müəyyən yiyəlik hal olaraq qalır, yəni adlıq hala çevrilmir. Yenə qeyri-müəyyən yiyəlik haldır, yəni yiyəlik haldır. Sadəcə olaraq mən onu bərpa edib müəyyən yiyəlik hala çevirə bilmədim. Yaxud da deyirəm ki, müstəqillik günü. Müstəqillik günü. Müstəqilliyin günü olarmı? Olmaz. Bunu da bərpa eləyə bilmirəm. Bu cür birləşmələr var ki, onları bəzən bərpa eləyib, müəyyən yiyəlik hala çevirmək olunur. İndi biz təsirli halda öyrənəndən sonra görəcəyik ki, qeyri-müəyyən təsirli halında sualı nə? Qeyri-müəyyən yiyəlik halın sualı da nə olur? Bir də adlıq halın sualı da nə olur? Bu isimləri bir-birindən necə fərqləndirəcəyik? İnşallah növbəti videolarımızı izləyərsiniz. O haqda da məlumatınız olar. Sağ olun. İnşallah növbəti videolarda, növbəti dərslərdə görüşərik. Salamat qalın.